hal-hazırda steroid qəbul edib fit görünən insanların sayı çoxdur. Amma onun daxili orqanlarını yoxlasanız, içdən bir növ çürümüş insana bənzəyəcək. Yəni ona görə biz bu vizual olaraq çox dəyərləndirə bilmirik. Vizual olaraq nə vaxt dəyərləndiririk? Artıq bəlli bir bədən kütlə indeksi var misal üçün. O indeksdə biz analiz edirik boyun çəkiyə nisbəti ilə və biz orada baxırıq ki, həmin insan obezdirmi? Bəlli bir faizin üzərində yağlığı varsa, artıq həmin insanın risk ehtimalı gələcəkdə xəstəliklərə yoluxma risk ehtimalı daha yuxarı olur. Ürək-damar xəstəlikləri, psixososial xəstəliklərə yoluxma riski və həmin yoluxduqdan sonra hətta həyatda gözləntisi, yəni onların da bəlli bir müalicə müddətləri var. Ona görə həmin xəstəliklərdə də bir növ survive eləmək ehtimalı da azalır. Ona görə biz belə vizual olaraq baxdıqda insan normal çəkidədirsə, bir növ 1-0 öndədir deyirik buna. Amma özünüzü güzgüdə gördüyünüz formanız, bəyəndiyiniz formanız elə ən gözəl indeksdir. Yəni əgər özünüzü zaten siz güzgüdə bəyənmirsinizsə, deməli sizdə nəsə problem var. Yəni sağlamlığınızda da bir növ problem olacaq, yoxdursa. Amma elə güzgü ən yaxşı göstəricidir.